Salam, xoş gördük hər birinizi. Gəlin bir maraqlı məsələni birlikdə həll edək. Məsələdə deyilir, hava sürtünməsinin nəzərə alınmadığı bir sistemdə şəkildəki kimi yerə görə sabit 25 metr böl saniyə sürətlə yüksəlməkdə olan bir balondan bir top balona görə şaquli aşağı istiqamətdə 15 metr böl saniyə sürətlə atılır. Buna görə top K nöqtəsindən neçə metr uzağa düşər? Gördüyümüz kimi balonun həm üfüqi toplananı var sürətinin, həm şaquli toplananı var. Biz hər ikisini yazaq və qiymətlərini qeyd edək. Sürətin üfüqi toplananı V kosinüs alfa ilə tapıldığı üçün 25 vurulsun kosinüs 37 dərəcədə 0,8 bu bizə 20 metr böl saniyəni verir. Şaquli toplananı isə 25 vurulsun sinüs alfa 0,6 bu isə bizə 15 metr böl saniyəni verir. Yəni sürətin artıq toplananlarını tapandan sonra biz bir daha qeyd etsək bu toplananları bu şəkildə Vx və Vy, yəni Vx-i aldıq 20, Vy aldıq 15. İndi diqqət eləsək, top da şaquli aşağı istiqamətdə 15 metr böl saniyə sürətlə atılır. Balon da 15 metr böl saniyə sürətlə yuxarı qalxır. Deməli, topun şaquli toplananı, sürətin şaquli toplananı sıfırdır. Vy sıfırdır. Deməli, y oxu üzrə sərbəst düşmə hərəkət edir. Ancaq x oxu üzrə müəyyən bir sürəti var. Bu hansı hərəkətə bənzədir? Təbii ki, bu müəyyən hündürlükdən üfüqə atılmış hərəkətə bənzədir. Ona görə biz bu məsələnin şəklini daha sadə qeyd edə bilərik. Yəni, top 125 metr hündürlükdən bu şəkildə atıldı və gəlir müəyyən bir nöqtəyə düşür. Deyək ki, hər hansı bir bura K nöqtəsidir məsələdə. Bizdən soruşulan, baxın, bu uçuş məsafəsidir. Deməli, biz uçuş məsafəsini tapmalıyıq. İndi gəlin, baxaq. Vx toplananımız nə qədər tapmışdıq? 20. Yazıram, V0 bərabərdir 20 metr böl saniyə. Bildiyimiz kimi, müəyyən hündürlükdən üfüqə atılmış cisim Y oxu üzrə sərbəst düşmə hərəkəti icra etdiyi üçün düşmə müddəti 2h bölünsün J düsturu ilə tapılır. Bərabərdir. 2 vurulsun 125 bölünsün 10-dan taparıq 5 saniyə. Cisim x oxu istiqamətində isə üfüqi istiqamətdə bərabər sürətlə hərəkət edir. Çünki sürətin x oxu üzrə proyeksiyası heç vaxt dəyişmir. Ta yerə dəyənə qədər həmişə 20 metr böl saniyə sürətlə hərəkət edir. Ona görə uçuş məsafəsini tapmaq üçün bərabər sürətli hərəkətdə gedilən yol düsturu, yəni V0 vur T-dən istifadə edərik. 20 vurulsun 5, yəni 100 metr alarıq. Sualımızın düzgün cavabı C variantı.